Matan, bir də Kamran. Bu Matan dedi ki, ay Kamran, oğlumuzun üçünü apardılar axı. Ağlayanda dedi ki, ağayraq bizim əlimizdədir. Deyəndə bu arvad getdi qabağa, dedi, xahiş edirəm onun birini verin mənə, ikisini aparın. Arvadı vurdular, yıxdılar. Elə o 13 nəfəri götdülər, apardılar. Sonra gəldilər, dedilər ki, apardıq, güllələdik. İndi güllələdilər, onu bilmədim. Həmən adamlardan heç bir xəbər yoxdur. Bizim gözümüzün qabağında bir yaralı əskər gətirdilər. Gözümüzün qabağında maşını həkimin altına qoydurup öldürdülər. Yəni yaralı əskərin üstündən maşınla? Maşını sürdülər, öldürdülər. Pilin yoldaşlarımızın dövürdü, ağzından qan gəlirdi, ölürdü, bizə deyid aparırdı, 200'ü bastırılıb qapıyasıdır. Beləcə işgəncələrdən nə qədər əsirlikdə olanlar siz olduğunuz müddətdə öldü işgəncələr? Orada heç olmasa, haradaysa təxminən 15 nəfər dövdülər, öldürdülər. Statistikaya görə münaqişə dövründə 563 qadın erməni əsarətinə düşüb. Bunlardan 320'si hələ də itkin sayılır. Girov qadınlara verilən işgəncələrin həddini məncə onların müsahibə verməkdən imtina etməsi faktının özü tam əks etdirir. Onlara tək fiziki yox, həm də mənəvi işgəncələri verilir. Özləri ilə yanaşı, uşaqlarına, ata-analarına gözləri qarşısında əzab verilirdi. Bunlar nə qocaya, nə qadına, nə uşağa məhəl qoymurlar. Kərimova Səmayə var idi. Deməli, Kərimova Səmayə o qədər buna işgəncə vermişlər, o qədər bunun heysiyyətinə, qadınlıq ləyaqətinə toxunmuşdular ki, bu 2 dəfə çalışmışdı özünü öldürsün. Özündə qucağında südəmər uşağı var idi, Nurlanə. Və Nurlanə də bunlar girov götürüləndə yaralanmışdı. O qədər buna əzab işgəncə veriblər, 2 dəfə çalışıb özünü öldürsün. Müvəffəq ola bilməyibdi. 3-cü dəfədə zəhər içib öldü. Və Nurlanə bugün də gözü görmür, kördur. İndi təsəvvür edin, cavan ananı, balası olan cavan ananı nə səviyyə gətirib çıxartmaq lazımdır ki, o balasını da yaddan çıxardıb özünə qəsd eləsin. Və Həsənova Fitat, Nəsiman qızı. Bunun başını yarıblar. Qolunu bağlayıb gözlərini çıxardıblar. Halbuki bu qadın da özünə mülki adamdır. Bunun nə yaşlı adam idi, bunun nə döyüşmə iqtidarı var idi, nə erməniyə bir təsir göstərmə iqtidarı var idi. Məmmədova Məruzənin gözlərini çıxardıblar. Döşlərini kəsiblər, burnunu kəsiblər. Kərimova Frəngizin döşünü kəsiblər. Qulaqlarını kəsiblər, ondan sonra ürəkləri doymayıb, götürüb bunu deməli diri-diri əzalarını parçalayıb, diri-diri doğrayıblar. Amma faciə tək əsir və girovlara işgəncələr verilməsi, onların qətlə yetirilməsi ilə bitmir. Bugün erməni əsirliyində olan 5 minədək vətəndaşın taleyi naməlumdur. Bugün 5 minədək ailə öz övladının və yaxınının nə öldüsündən, nə də qaldısından xəbərdardır. Baxmayaraq ki, ayrı-ayrı vaxtlarda əsirlikdə olmuş Azərbaycan vətəndaşları həmin şəxslərlə birlikdə ya əsir olub, ya da onun ayrı-ayrı mülki şəxslərin əlində saxlanılmasının şahidi olub. Əlfəttah Səfərov kimi. O gözü yolda olan minlərdən biridir. 10 ildir oğlunu gözləyir. 1991-ci ilin dekabrında ermənilərə əsir düşən, mülki əldə saxlanılan oğlundan 1992-ci ilin fevralından sonra xəbərsizdir. 92-ci ilin yanvarın 12-sində ona deyib məktub yazdırıblar. Mən məktubu ayın 19-unda almışam ki, əsir ermənilərin Yerevanın hansı rayonundayam bilmirəm. Ermənilərin əlindəyəm. O Qafan Gorus yolunda bir Kamaz maşında bir erməni qızla kişi yoxa çıxıb. Onların ailəsindəyəm. Bunları tapın, gəlin məni deyişin. Mən də axtarışa axtardım, hər yerə getdim. Nəticə onlardan bir xəbər tapa bilmədim. Sonra fevralda 2-ci məktubu gəldi. Onlar bu uşaqlar 1-ci məktubunda gəldi. Yanvarın 24-nə kimi əgər
bu siz mənə xəbər verməsəz, çatdırmasanız mənə öldürəcəklər. Fevralın 10-unda ikinci məktubunu yazıb göndərmişdilər. Məktubundan əlavə o 2 məktubu vardı, yəni bir adın içində. Bir də şəkil göndərmişdilər. Öz şəklini onu dəhşət şəkildə baxılmalı döyürdü o şəkil. O qədər onu döymüşdülər. Bu elə Məktubla bir yerdə dudaqları, gözləri onu baxıb dəhşətə gəlirdi ki, onu o şəkildə baxmağı, onu o şəkildə böyük planda çəkmişdilər, göndərmişdilər. Haradasa aprelin ortaları mənə Respublika prokurorluğundan zəng elədilər, çağırdılar ki, 2 dənə meyit var, Qubatıda, 92-ci ildə. Mən getdim, adam da getirdim, dedilər ki, bu sizin uşaqlardır, ilqarla səfərdir. Mən getdim. Mən bilmədim ki, onlar sürsümlük getirib gəliblər. Ermənilər özlərində ölmüş artıq Azərbaycanlıları qaytarırdılar da. Güya ki, öldürdükləri sürsümlük getirib gəliblər. Yəni tanınan bir işarə yox idi, Mən heç bilmədim. Niyə? Yəni nə vəziyyətdə idi ki, meyit? Mən heç baxmadım, mən bilmədim ki, onlar sürsümlük getiriblər. Əgər o sümüklər Səfər söylər olsaydı, mən onu iyilən bilərdim. Elə şey yoxdur. Buna nə düzər? Çətindir bala bu iş. Əbdülkərim Rəhimov, itkin atası. Mənə evimizə Ərənburuq şəhərindən telegrama gəlib. Ərənburuqdan telegrama gəlib ki, deməli, sizin oğlunuz rota komandiri, Vaqavusku rotasının komandiri Ağacanyan Greli saxlayır. Siz əvəzində Ağacanyan Jora Ərçinoğlunu verəsiniz, sizin oğlunuzu biz verək. 93-cü iləcən söhbətimiz olub. Avqust ayınacan. İyunda olub, avqust ayınacan, deməli, sağlığını bilmişəm. Ondan sonra əlaqəmiz kəsilibdir, mən, deməli, xəbər tuta bilməmişəm. Əsirlikdən qayıdan vətəndaşları dinləyəndən, onların əsirlikdə saxlandıqları müddətdə başına gələn müsibətləri eşidəndən sonra itkinlərin taleyindən narahat olmamaq mümkün deyil. Amma nə yazıq ki, bu narahatlıq yalnız ölkə daxilində hiss olunur. 8 ildir ki, beynəlxalq təşkilatlar əsirliyini ermənilərin dandığı bu vətəndaşların taleyinə biganədir. Dünya dövlətlərinin münasibətlərində ikili standartlar məfhumu bu təzə bir şey deyil. Tarix boyu bu ikili standartlar anlayışı olub. Biz bu ikili standartların ən bariz, deməli, bu problemə Erməni-Azərbaycan qarşı durması faktına ikili standartların ən bariz nümunəsidir. Bizim, deməli, bu dediyimiz söhbət, çəkdiyimiz misallar, erməni əsarətində indi 5 nəfər ya 15 nəfərin, belə faktlarımız da var, sağ gördüyü Ermənistanda ya Dağlıq Qarabağın ərazisində, ermənilərin işğal etdikləri ərazilərdə sağ qoyub gəldikləri adamlar haqqında məlumatları veririk. Erməni deyir, belə bir adam bizdə heç vaxt olmuyor. Hansı ki, bəzi hallarda əvvəllər həmin adamları özləri təsdiq ediblər? Yox, sonra beynəlxalq təşkilatların nümayəndələri həmən o dandıqları siyahıdan bir neçə nəfərin ölüm xəbərini gətiriblər bizə. Əslində, Ermənistanda Azərbaycanlıya olan münasibəti bir millət olaraq, Azərbaycanlıya bir türk kimi, öz deməli, tarixən düşməni kimi münasibət, heç gizlətmirlər də. Belə bir münasibət zəminində sonra bizim o radio əks kəşfiyyatın verdiyi məlumat fövqündə erməni əsarətində olub qayıtmışların danışıqlarının fövqündə mən istisna eləmirəm ki, bu adamların heç biri bugün sağ deyil. Bunların hamısını ermənilər məhv edirlər və indi danırlar. Ancaq nətər deyirlər, ümid axırıncı ölür də, biz ümidimizi kəsmirik. Çünki bizdə əməliyyat məlumatları var ki,
Ermənistanda bizim əsir və girovlarımızı ziyanlı, zərərli istehsallarda işlədirlər.